Salam, hər vaxtınız xeyir olsun. Yeni əvvəlki bir videomuz var idi. 6 aydan bir müayinə niyə lazımdır deyə gecikdirsək nə olar? Keçən səfərki videoda əslində onun refraktiv dəyərlərdəki fərq, yorğunluq, tənbəllik və çəpləşmə mövzusunu danışmışdıq. Amma bugün daha fərqli bir mövzusunu danışmaq istəyirəm. Əgər 6 aydan bir vaxtında müayinə olmasa, Allah qorusun, hansı əlavə risklər, refraktiv dəyərlərdən başqa əlavə hansı risklər ola bilər, ortaya çıxa bilər, nəyə diqqət etməliyik? Ümumiyyətlə, miyopiya bir xəstəlikdir. Onun çoxlu əlamətləri var. Necə ki, zəif görmə onun əlamətidir, tənbəllik onun əlamətidir. Göz dibində torluq işarda incəlmə də onun əlamətlərindən biridir. Göz axır təzyiqin qalxması da gələcəkdə onun risklərindən, fəsadlarından biridir. Ona görə miyoplarda bəzən xəstələr gəlir, doktor elə sadəcə iynəyimizi baxın, görün də yoxlayın, iynəyimizi dəyişin, çıxaq gedək. Bəbəyi böyütməyək, uşaq bəbəyi böyüyəndə narahat olur, istəmirik bəbəyi böyütmək. Refraktiv qüsuru olan, xüsusilə miyoplarda, mənfi gözlərdə xəstələrin 80%-də torluq işə incəlməsi riski var. Biz bütün xəstələrin bəbəyini böyüdüb göz dibini müayinə etməliyik. Bəlkə yüzlərlə misalımız var ki, xəstə bir əvvəlki müayinədə gəlib göz dibində heç bir problem olmayıb, amma hazırki müayinədə göz dibində incəlmə, dəlik, lattis degenerasiyası, VRT, atnalı yırtığı, yəni o qədər fərqli dəyişikliklərlə qarşılaşa bilirik ki, ona görə kimdə, hansı insanda nə ilə qarşılaşacağımızı əvvəlcədən bilmirik. Ona görə bütün xəstələrin hamısının göz dibi böyüdülməlidir, bəbəklər böyüdülməlidir, göz dibi detallı müayinə olunmalıdır. Miyoplar üçün torluq işarda incəlmə çox böyük riskdir və hətta torluq işarının qopmasına, yəni korluğa gətirib çıxarda biləcək fəsadlarla qarşılaşa bilərik. Yəni 6 aydan bir kontrolların ən önəmli hissəsi də məhz torluq işarda ola biləcək fəsadları vaxtında aşkar edib önləmək, yəni korluğu önləmək. Əvvəllər mən qeyd etdiyim kimi 25-26 ildə artıq oftalmoloq kimi işləyirəm. Əvvəllər torluq işə qopmaları yüksək miyoplarda çox rast gəlirdik. Amma son illərdə azalıb. Bunun azalmağının səbəblərindən bir dənəsi bizim həkimlər olaraq, xəstələr olaraq xəstələrin vaxtında həkimə müraciət etməsi müayinələr üçün. Həkimlərin də göz diblərinə detallı baxıb riskləri azaltmaq üçün vaxtında lazer koagulyasiya etmək və xəstələrə doğru yönləndirmək. Ağır yük qaldırmaq olmaz, zərbədən özünüzü qorumalısınız və hər 6 aydan bir mütəmadi kontrol olmalısınız deyə. Yəni 6 aydan bir müayinələrin göz dibi baxımından da bu mövzuda çox əhəmiyyətli tərəfi var.